Hədislərin meydana gəlməsi, tarixi sosioloji təhlil, giriş. İslam tarixi kontekstində hədislərin meydana gəlməsi mühüm müzakirə mövzusudur. Qurani Kərimdə 25-30-da ümmətin Quranı tərk etməsi faktının vurğulanması göstərir ki, daha ilkin dövrlərdən etibarən kitabın birbaşa oxunması və dərk edilməsi geniş şəkildə yayılmamışdır. Bu, həm maddi texniki imkanların məhdudluğu, həm də savadsızlığın geniş yayılması ilə bağlı idi. Əsas hissə. İlk əsrlərdə Quran nüsxələrinin sayı çox məhdud idi. Çünki mətbəə işi hələ mövcud deyildi və mətnlər yalnız əllə çoxaldıla bilirdi. Bu səbəbdən əhalinin əksəriyyəti Quranı birbaşa mütaliə edə bilmirdi. Çünki hər bir evdə Quran yox idi. Onlar Quran ayələrini yalnız din xadimlərinin və ya hafizlərin dilindən eşidirdilər. Şifahi ənənənin üstünlük təşkil etməsi nəticəsində məlumat ağızdan ağızı ötürülərkən təhriflər qaçılmaz olurdu. İnsanlar eşitdikləri Quran ayələrini öz anlayışlarına uyğun şəkildə ifadə edir, şifahi şəkildə digər insanlara çatdırırdı. Bu isə məna dəyişikliyinə gətirib çıxarırdı. Beləliklə, Quran mərkəzli biliklər zamanla fərqli rəvayət formalarına düşür, nəticədə hədis ədəbiyyatı meydana gəlirdi. Digər mühüm amil savadsızlığın geniş yayılması idi. 7-ci əsrdə insanların böyük hissəsi yazıb oxumağı bacarmırdı. Məcburi təhsil sistemi mövcud deyildi. Mədrəsələrin sayı isə məhdud idi. Buna görə dini biliklərin formalaşmasında şifahi ənənə aparıcı rol oynayırdı. Maraqlıdır ki, eyni proses müasir dövrdə də müşahidə olunur. Sosial şəbəkələr, müxtəlif saytlar və yüzlərlə tərcümə mövcud olmasına baxmayaraq, insanların böyük qismi Qur'anı birbaşa oxumaq və təhlil etmək əvəzinə din xadimlərindən eşitdiyi şərhlərlə kifayətlənir. Bu isə informasiya ötürülməsində yenidən təriflərə səbəb olur. Psixoloji və pedaqoji eksperimentlər də göstərmişdir ki, informasiyanın ardıcıl olaraq bir neçə nəfərə şifahi ötürülməsi ilkin mətnin dəyişməsinə səbəb olur. Nəticə. Hədislərin meydana gəlməsi tarixi və sosial şərtlərin nəticəsi kimi dəyərləndirilə bilər. Əsas amillər bunlardır. 1. Quran nüsxələrinin azlığı və mətbəənin olmaması. 2. Savadsızlığın geniş yayılması və məcburi təhsilin mövcud olmaması. 3. Şifahi ənənənin əsas informasiya ötürmə vasitəsi kimi çıxış etməsi. 4. İnsanların Quranı birbaşa oxumaq və anlamaq əvəzinə eşitdiyi rəvayətlərlə kifayətlənməsi. Beləliklə, hədislərin formalaşması prosesi insan faktorunun, şifahi ənənənin və ictimai savad səviyyəsinin birgə təsiri ilə izah edilə bilər. Hətta müasir dövrdə bəzi hədislərin məzmununu araşdırarkən aydın olur ki, onlar sadəcə Quran ayələrinin müəyyən dərəcədə təhrif olunmuş variantlarıdır və tradisional şəkildə Peyğəmbərin adına isnad edilərək təqdim olunur.